Salam, hər vaxtınız xeyir olsun. Sınaq 92, Nərgiz Nəzəf 250 sınaq test toplusundan izahın verəcəyi 30 sualdan ibarət sınaqdır. So-dua mövzusu ilə quantifiers, yəni qısa cavablar mövzusu ilə kəmiyyət vahidləri mövzusunun qarışıq sınağıdır. Birinci sualdan başlayaq. Deməli, birinci sual so-dua qısa cavablar mövzusuna aid sualdır. Bundan əvvəlki videoda sınaq 91-də so-dua mövzusunun sınaq 91-in izahını verdik və playlistimizdə də sınaq 88, 89, 90 so-dua mövzusunun ətraflı izahıdır. Videomuz playlistimizdə var. Kim istəsə, heç məlumatı olmayanlar baxmaq istəsə, ətraflı qayda kitabçasından izahı olan bir videoya playlistimizdən axtarıb tapıb baxa bilərlər. Deməli, birinci sualda didn't eat inkar cümlədir. So-dua mövzusunda 3 dənə əsas baxılmalı nöqtə var. Biri təsdiq inkar məsələsi, biri köməkçi feil məsələsi, digəri də zaman məsələsi. Birinci məsələ inkardır. Burada baxırıq ki, bu didn't eat inkar cümlədir. İnkar cümləyə so, to, also ilə cavab verə bilmərik. Ona görə 2-ni atırıq. İnkar cümləyə Nayzə, Ayzə ilə cavab verəcəyik. Və dördüncü bənddə olan xəta nədir? Ayzədən əvvəl mütləq inkar olmalıdır. Yəni, my friend does you, doesn't. Ayzər olmalıdır. Ona görə 4-ü də atırıq. Cavab qalır 1, 3 C variantı. İkinci sualda. Bir də birinci sualla bağlı bir məsələni də deyim. Adətən uşaqlar hər dəfə deməyimizə rəğmən yenə də soruşurlar. Nayzə özü inkardır deyə cümlədə ikinci inkar olmaz. Amma birinci bənddə verilən Ayzə özü inkar olmadığına görə özündən əvvəl didn't inkar gəlməlidir. Yəni 1, 3 hər iki bənd doğrudur. Cavab C. İkinci sualda ümumiyyətlə bu mövzunu cavablarda belə bir ifadələr, kəmiyyət vahidlərini gördükdə diqqət olunmalı. Birinci məsələ nöqtədən sonradır. Nöqtədən sonra baxacaqsınız. İsim yoxsa sifət isim gəlibsə. Təbii ki, ismə baxırıq. Sifət isim gəldikdə belə biz ismə diqqət eləməliyik. İsimimiz countries cəmdir. Cəm olduğuna görə biz bura few, a few, many zərgəsində belə deyək daha anlaşılır olsun. Few, a few, many zərgəsində olan kəmiyyət vahidlərindən verməliyik. Məsələn, little, a little, much zərgəsində olan kəmiyyət vahidlərindən much sayılmayan tək isimlərlə işlənir. Məsələn, countries cəmdir nöqtədən sonra much-la cəm işlənməz. Much-la sayılmayan tək işlənməlidir. Ona görə digər 4 variant qalır. Few, məsələn, Y variantında a few-dan sonra cəm gəlir. Bəzən uşaqlar deyir, bəs orada E artiklı var, niyə cəm isim gəlir? A few bərk edilmiş birləşmədir. Burada artıq E artiklına ayrı müstəqil formada baxa bilmərik. A few'dur, many'dir. Bunlardan sonra cəm gəlir. Niyə deyərsiniz ki, bəs B variantını saxlayırıq? A lot of var. A lot of-dan sonra cəm də gələ bilər, sayılmayan tək də gələ bilər. Loru dildə desək, iki başlıdır bunlar. Yəni, həm few, a few, many-nin xüsusiyyətlərini daşıyır, həm də little, a little, much-ın xüsusiyyətlərini daşıyır. Ona görə digər 4 variant qalır. İkinci nöqtəyə diqqət edirik. Bu mövzuda bir nöqtə var ki, onu da bilməliyik ki, only bu ifadədən, only-dən, bu sözdən sonra bütün kəmiyyət vahidlərindən əsasən yalnız ikisi gələ bilər. A few ilə a little. Yəni, only few, only many, only much deyilən şey yoxdur. Ya only a few, ya da only a little olmalıdır. Ona görə only little olmaz Y gedir, only much olmaz B gedir, qalır A ilə D variantı. İkinci nöqtədən sonra burada isimimiz yoxdur, cümlə bitir. Biz bilmirik ki, a few mu verək, a little mı? Çünki only a few-dan sonra cəm isim gəlməlidir, only a little-dan sonra sayılmayan tək. Əgər nöqtədən sonra isim yoxdursa, deməli yenə əvvəldə olan, yəni countries olan ismə görə təyin edəcəyik. İkinci nöqtəni də. Yəni, ikinci nöqtənin öz ayrıca ismi olmadığına görə birinci nöqtədən sonra gələn ismi ikinci nöqtədən sonra gəlmiş kimi təsvir edəcəyik. Çünki əslində bu səbəb tərcümədən qaynaqlanır. Countries-də cəm olduğuna görə a little olmaz, cavab qalır A variantı. Üçüncü sualda inkardır, inkar cümləyə so, to, also ilə cavab verə bilmərik, cavab qalır B, C, Y. Yeni atırıq ki, biraz əvvəl dediyimiz kimi Ayzədən əvvəl mütləq inkar olmalıydı, don't olmalıydı, yoxdur. B və C variantı qalır. B variantında atırıq ki, Ayzə əvvəldə gələ bilməz. Ayzə sonda gəlməlidir, Nayzə əvvəldə, yəni cavab C. Dördüncü sualda baxırıq ki, dördüncü sualda nöqtədən sonra yenə bu biraz əvvəl dediyim kimi kəmiyyət vahidləri quantifiers testini gördükdə nöqtədən sonraya baxırıq. Cəm isim gəlib. Much, little bunlardan sonra cəm yox, sayılmayan tək gəlir. Little, much-dan sonra sayılmayan tək gəlməlidir. Elota atırıq ki, ümumiyyətlə elotdan sonra isim gəlməz. Bunun zərgəsində elot var, else var, sonu s-lə bitən others. Bu ifadələr var ki, bunlardan sonra isim gəlməz ümumiyyətlə. Qayda kitabçasında əvəzli mövzusunda bunların hamısını göstərmişik. Quantifiersdə də həmçinin elotdan sonra isim gəlməz. B və Y variantı qalır.
Bir də əlavə olaraq bunu deyim. A lot of-dan sonra isim gələr Y variantı, amma a lot-dan sonra isim gəlməz. Çünki a lot of özündən sonraki ismi çoxaldır, a lot özündən əvvəlki feili çoxaldır. B və Y variantı qalır, hər ikisi uyğundur. Few-dan da sonra cəm gələr, a lot of-dan sonra həm sayılmayan tək, həm də cəm gələ bilər, problem deyil. Sadəcə məna fərqi var. Few az deməkdir. Bilirsiniz ki, little few az, a little, a few orta, yəni kifayət qədər, mini much çox deməkdir. Qrammatik baxımdan sadəcə fərqləri var. Few az deməkdir, a lot of çox deməkdir. Deməli, nə etməliyik? Tərcümə. It is not a very interesting place to visit. Bu deyir maraqlı məkan, çox maraqlı məkan deyil səyahət etməyə, ziyarət etməyə. So, ona görə də çox turistlər gəlir buraya, yoxsa az turistlər gəlir? Təbii ki, maraqlı məkan deyilsə, deməli, az turist gəlir. Mənaya görə, tərcüməyə görə B variantı. 5-ci sual inkar cümlədir. İnkar cümlənin sonunda to işləmir. To also, ümumiyyətlə to inkar cümlənin, təsdiq cümlənin sonunda işlənir. Also da təsdiqin ortasında, yəni inkar cümlədə bunlar ola bilməz. Və bir cümlədə bir inkar varsa, o cümlədə ikinci inkar ola bilməz. Bilirsiniz ki, no more, neither, never, not, no, bunlar hamısı, nobody, nothing, törəmələr, bunlar hamısı inkarlıq yaradır. Ona görə D və Y variantı da gedir, cavab qalır A. İnkarın sonunda IZ gəlir. 6-cı sualda nöqtədən sonra minus, cəm gəlib. Much və a little-dan sonra cəm yox, sayılmayan tək isim gəlir. Əvvəlki testlərdə dediyimiz kimi, həmçinin a lot-dan sonra isim qadağandır. Only few deyilən bir şey yoxdur. İkinci yoxsa birinci sualda, bilmirəm, orada izah elədi ki, only-dən sonra few gəlməz. Only a few gələ bilər, bir də only a little. Digər kəmiyyət vahidləri gələ bilməz. Only-dən sonra only a few, only a little ola bilər. Only few deyilən bir şey yoxdur. D variantında atırıq, cavab qalır Y. 7-ci sualda don't have inkardır. İnkar cümləni cavabında, qısa cavabında vergüldən sonra biz so ilə cavab verə bilmərik, also ilə cavab verə bilmərik. Çünki so, to, also təsdiq cümlənin cavabında işlənir. Cavab qalır 2, 5, 6. Baxırıq 5-dən 6-da batda fərq var. Birinci batdan, yəni 5-dəki batdan sonra inkar gəlib, 6-dakı batdan sonra təsdiq. Batın xüsusiyyəti budur ki, qısa cavablar mövzusunda inkarı təsdiqə çevirir, təsdiqi inkara. Baxırıq ki, 7-ci sualda şərtdə don't have, inkar var, amma 5-ci bənddə də yenə batdan sonra da inkar verir. Bu olmaz. Yəni, bat inkarı təsdiqə çevirməlidir. Ona görə cavab qalır 2, 6. Cavab A variantı. 8-ci sualda deməli, baxırıq ki, yenə kəmiyyət vahidləri qaydasıdır. Burada artıq biraz əvvəldə daha ətraflı qeyd elədim ki, həmişə bu testləri gördükdə nöqtədən sonra isim axtarılmalıdır. Nöqtədən sonra isimimiz soap, sayılmayan tək isimdir. Menilər atırıq, menilərdən sonra sayılan cəm isim gəlməlidir və ya cəm. Sayılan cəm və cəm eyni şeydir, çünki cəm bir cür olur. Sayılanın cəmi, sayılmayanın cəmi deyilən bir şey yoxdur. Ona görə cəm dedikdə sayılan cəm nəzərdə tutulur. C və D variantını atırıq. İkinci nöqtənin əvvəlində only var. Bilirsiniz ki, only little olmaz, only a little olar və ya only a little və ya a few. B və Y variantı. İkisi də qrammatik baxımdan doğrudur. Daha doğrusu, İkinci nöqtədən sonra burada isim olmadığına görə, biraz əvvəl dediyim kimi, əvvəldəki ismə görə təkrar ona uyğun veririk. Əvvəldəki isim sup, sayılmayan tək isimdir, mayə halında olduğuna görə sayılmır. Sayılmayan tək isimdən a few işlənməz, a little işlənər, cavab qalır Y variantı. 9-cu sualda couldn't, inkar cümlədir. İnkar cümləyə so, to, also ilə cavab verə bilmərik. 2, 3, 4-cü bəndlər qalır. Və 2 və 3-cü bənd arasında fərq var. 3-cü bənddə IZ-dən əvvəl couldn't, inkar var, düzdür. Amma 2-ci bənddə IZ-dən əvvəl inkar yoxdur, bu doğru deyil. IZ-dən əvvəl mütləq inkar gəlməlidir. Cavab qalır 3, 4. 10-cu sualda, deməli 10-cu sualda nöqtədən sonra gələn isim rain, sayılmayan tək isimdir. Many few-dan sonra sayılanın cəmi gələr. A lot-dan sonra ümumiyyətlə isim qadağandır. A lot of-dan sonra isim gələr. Əvvəldə dediyimiz kimi, little və much ikisi də qrammatik baxımdan doğrudur. Sadəcə məna fərqləri var. Biraz əvvəldə dediyi little az deməkdir, much çox deməkdir. The weather has been very dry recently. Hava deyir, çox qurudur. Recently, son zamanlarda. We have had rain, biz deyir, hava son zamanlarda çox qurudursa, deməli bizim yağışımız az olub. Çox yağış olub deyə bilmərik. Cavab qalır A variantı. 11-ci sual. Never var. İnkar cümlədə bəzən şagirdlər çaşdırır. Never varsa cümlədə not, no kimi. Bəli, bu da inkarlıq bildirir. Hardly də həmçinin. Never inkardırsa, deməli biz ona so ilə cavab verə bilmərik. Və ya also ilə cavab verə bilmərik. Cavab qalır 2, 4, Y variantı. 12-ci sualda nöqtədən sonra cəm isim gəlib. Muchdan sonra cəm isim gəlməz.
Less-dən də sonra cəm gəlməz. O da little-ın müqayisə dərəcəsidir. Ümumiyyətlə yadınızda qalsın. Few-nun müqayisəsi few verdi. Little-ın müqayisə dərəcəsi less-dir. Yəni less də little-ın qrammatik xüsusiyyətlərini daşıyır. Necə ki little-dan sonra cəm gəlməz, deməli less-dən də sonra cəm gəlməz. A-dan sonra isim qadağandır. Təkrar deyirik. A və C variantı qalır. Deməli baxırıq ki, burada zəm var. Sifət mövzusundan bilirik ki, zən müqayisə dərəcəsinin göstəricisidir. Many müqayisə dərəcəsində deyil. Many adi dərəcədə. Many və much-ın müqayisəsi yadınızda qalsın more-dur. More həm much-ın müqayisəsidir, həm də many-nin. Ona görə more iki başlıdır. Həm cəm, həm də sayılmayandan işlənə bilir. Cavablarda qalan müqayisə dərəcəsi yalnız fewer. Few-nun müqayisə dərəcəsidir. 13-cü sualda deməli yenə növ və inkar var. İnkara to-la, so-la, also ilə cavab verə bilmərik. C və D variantı qalır. Baxırıq ki, D variantında I did verib. Bu yanlışdır. Çünki Naize did I olmalıdır. Mövzunun adı Naize I do deyil. Naize do I-dır. So do I-dır. Naize və so-nun ortaq xüsusiyyəti budur ki, birinci köməkçi feil gəlsin, sonra mübtəda gəlsin. Ona görə D variantı yanlışdır. Cavab C. IC-dən əvvəl növ və inkardır. 14-cü sual. Yenə only var. Only-dən sonra yalnız a few və ya a little gələ bilər. Bütün cavabları atırıq. Yalnız A və D variantı qalır. Yenə nöqtədən sonra isim olmadıqda əvvəldəki ismə baxırıq. Əvvəldə isim yalnız coffee-dir. Əvvəldəki isim coffee sayılmayan tək olduğuna görə a few yox, a little-la işlədirik. 15-ci sual. Təsdiq cümlədir. Şərtdəki cümlə. Təsdiq cümləyə Naize, IC ilə cavab verə bilmərik. B və D variantı qalır. B və D variantının fərqi nədir? B variantında köməkçi feil diddir, D variantında was-dur. Bilirsiniz ki, so-do-I mövzusunda birinci məsələ təsdiq inkara görə so-to, also və ya Naize doğru verməkdir. İkinci məsələ isə ən önəmli məsələ, hətta digər mövzularda da bununla qarşılaşırıq. İkinci məsələ budur ki, köməkçi feil məsələsi. Bu mövzunu sınaq 88, 89, 90-da ətraflı izah edərkən orada qayda kitabçasından demişik ki, xəbər əgər feildən təşkil olunubsa, went, go-nun keçmişidir, feildirsə, onun köməkçi feili do did does olacaq. Cavab Bakı. D variantı yanlışdır. D variantında was, əmizar, was və to be ailəsinin üzvləridir. Bunlar nə zaman ola bilər? Əgər şərtdə də to be olsaydı, cavabda biz to be ilə cavab verəcəkdik. Amma şərtdə to be yoxdur. Şərtdə fail var. Failin köməkçi feili do did does-dır. Cavab qalacaq B variantı. 16-cı sualda nöqtədən sonra gələn şüqə sayılmayan tək isimdir. Many few gedir, çünki bunlardan sonra cəm gəlməlidir. Cavab qalır C. 17-də təsdiq cümləyə Naize, IC ilə cavab vermək olmaz və A və C variantında demişik ki, so-to bəli təsdiqə cavab verir, amma so-to özü də təsdiq cümlənin içində işlənməlidir. Onlar olan cümlədə inkar olmaz. Cavab qalır D variantı. 18-ci sualda inkardan, daha doğrusu bu kəmiyyət vahidi deməli sualıdır. Nöqtədən sonra petrol sayılmayan tək isim gəlib, few, a few, many-dən sonra sayılan cəm isim gəlməlidir. Elotdan sonra ümumiyyətlə isim qadağandır. Cavab qalır B. Deməli 19-cu sualda təsdiq cümlədir. Təsdiq cümləyə Naize ilə cavab vermək olmaz. B, C, D variantı qalır. Diqqət edirik ki, but var burada. But'ın xüsusiyyəti təsdiqi inkara, inkarı təsdiqə çevirməkdir. Şərtdə əgər təsdiqdirsə, but onu inkara çevirməlidir. Məsələn, but I haven't olmalıydı. Qalır B və C variantı. İndi yenə digər biraz öncəki sualda izah elədiyim kimi fərq nədir burada? Birində have, birində did. Yəni köməkçi feillər fərqlidir. Bilmirik, do did does-mı verək, yoxsa have-mi? Əgər şərtdə xəbərimiz həvəsəd üstəgəl feilin üçüncü forması, məsələn has been, has thought, has answered. Yəni bu kimi misal gətirdim ki, özündən sonra üçüncü forma feili gələn xəbərlə təşkil olunubsa həvəsəd, deməli cavabda da özü qalmalıdır. Cavab olacaq Bakı variantı. Yalnız həvəsətdən sonra to gələrsə və ya isim gələrsə, qısası feilin üçüncü forması gəlməzsə həvəsətdən sonra, o zaman do did does-a keçir. Amma həvəsətdən sonra feilin üçüncü forması gəlirsə, deməli mütləq həvəsətin özü qalacaq köməkçi feil. Ona görə cavab olur B variantı. 20-ci sualda nöqtədən sonra years, deməli cəm isim gəlib. A little, much, little-dan sonra cəm gələ bilməz. A lot-dan sonra isim gəlmir. Cavab qalır many. Artıq öncəki sualları daha ətraflı izah elədiyimizə görə bu suallarda artıq qaydaların harda olduğunu sizə ətraflı şəkildə demirəm. Çünki əsasən artıq əvvəlki suallarda hər bir sualın niyəsini ətraflı izah elədik. 21-ci sualda təsdiq cümlədir. Təsdiqə Naize, IC ilə cavab vermək olmaz. Təsdiqə biz so-to, also ilə cavab veririk. C variantında to
To-dan əvvəl inkar gəlib olmaz, çünki so, to, also-nun özü də təsdiq cümlənin içində işləməlidir. A variantında da həmçinin so, to, also olan cümlədə inkar olmaz. Cavab qalır Y variantı. 22-ci sualda many sayılmayan tək isimdir. A few, few, many. Bunlarla cəm işlənər. Sayılmayan tək yox. A lot-dan sonra ümumiyyətlə isim qadağandır. A lot of-dan sonra isim gələr. Cavab qalır C. 23-cü sual təsdiq cümlədir. Təsdiq cümlədə ayzə, nayzə ola bilməz. To olan cümlədə inkar ola bilməz. A variantında but. But təsdiq cümləni inkara çevirməlidir. Yəni we don't olmalıydı məsələn, amma təsdiqdə saxlayıb olmaz. Cavab qalır Y variantı. 24-cü sualda people cəmdir. Cəm isimlə match olmaz. Matchdan sonra sayılmayan tək gəlir. Only few deyilən bir şey yoxdur. Öncəki suallarda izah elədik. Only-dən sonra ya a few ya a little. Bu ikisi gələ bilər. Qalır digər 3 variant. Y variantını atırıq. Bu sınaqda yeni deyəcəyimiz bir qaydadır. So, to, very-dən sonra article gəlməz. So, to, very bu üçü eyni mənanı daşıyır. So, to, very elə lap çox ədat funksiyasını yerinə yetirir. Əsasən sifətlərin əvvəlində gəlir. Bu so, to, very-dən sonra article gəlməz. A və C variantı qalır. A variantında few az deməkdir. C variantında a lot of çox deməkdir. His ideas are difficult. Onun ideyaları çətindir. That's why. Buna görə də insanlar başa düşür onları, az insan başa düşür. Ona görə cavab olacaq A variantı. 25-ci sual təsdiqdir. Təsdiq cümlədə nayzə, ayzə istifadə oluna bilməz. So, to, also olan cümlədə inkar ola bilməz. Cavab qalır B və Y. Baxırıq ki, B və Y variantlarında fərq nədir? B variantında did keçmiş zamandır. Y-də does indiki zamandır. Bu sınaqda biz so-do'nun birinci sualda dedik ki, 3 dənə diqqət olunmalı məqamı var. Birinci təsdiq inkar məsələsi, ikinci köməkçi feil məsələsi, bir neçə sualda onu ətraflı izah elədik. Bir də üçüncü məsələ qalmışdı ki, onu da artıq bu sualda deyirik. Zaman məsələsi. Şərtdə hansı zaman verilibsə zamanı dəyişmək olmaz. Şərtdə verilən put elə bir feildir ki, əsasən imtahanlara son zamanlarda ən çox düşən tipik suallar arasında yerləşir bu. Bunu mütləq hamı bilməlidir. Bəzi feillər var ingiliscəsində. Keçmişə keçərkən nə id şəkilsi əlavə olunur, nə kökündən dəyişir. Olduğu forma həm keçmiş, həm də indiki zamanı bildirir. Məsələn, put, 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 cut, 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 read, read, read. Bu kimi feillər var ki, bu feillər həm yazılışına görə həm keçmiş, həm indikisi eynidir. Dəyişiklik olmur. Məsələn, put həm indiki zamandır, həm də keçmiş zamandır. Amma biz onu cümlədə necə bilək? Mübtədamız he təkdir. Mübtəda tək olduqda xəbərin də sonuna s artırılmalıdır. Necə ki deyirik, üçüncü şəxsin təkinin xəbəri sonunda s-lə olmalıdır. Yəni he put yox, he puts olmalıydı indiki zamanda. Təbii ki, bu qayda indiki zaman üçün keçərlidir. Yox, əgər s yoxdursa, deməli bu keçmiş zamandır. Əsasən də testlərdə belə düşür. Ona görə əsasən bu qaydanı deyə bilərik, amma təməl olaraq biraz öncə dediyim kimi belə deyə bilərik ki, sonunda s varsa indiki zamandır, sonunda s yoxdursa keçmiş zamandır, əgər mübtəda təkdirsə. Burada da keçmiş zaman olduğuna görə da azaltırıq, cavab qalır B. 26-cı sualda trafik sayılmayan tək isimdir. Many, few gedir, bunlardan sonra cəm gələr. 3 atırıq ki, a lot-dan sonra ümumiyyətlə isim gəlməz, cavab qalır 1, 4. A lot of-dan sonra həm cəm gələr, həm sayılmayan tək, matchdan da sonra sayılmayan tək gəlməlidir. 27-ci sual maraqlı sualdır, təsdiq cümlədir. Təsdiq cümləyə cavabda nayzə və ya ayzə işlətmək olmaz. B və D variantında atırıq ki, to və so olan cümlədə inkar ola bilməz, qalır A variantı. Burada deməli, diqqət edirsinizsə, biraz öncə dediyimiz qaydaya əsasən have to köməkçi feilini A variantı, daha doğrusu have to xəbərini cavabda köməkçi feilini does-la verib, yəni have-in özü ilə verməyib. Biraz öncə has been var idi, have vəzətdən sonra fail gəlmişdi deyə özü ilə cavab verdi. Amma have to olduqda do did does-a keçirməliyik. Cavab qalır A. 28-ci sualda nöqtədən sonra cəm isim gəlib. Little, little'dan sonra cəm yox, sayılmayan tək gələr, matchda həmçinin. A lot-dan sonra ümumiyyətlə isim gəlməz, qalır Y variantı. Burada no var, diqqət edirsinizsə 29-a. İnkar cümləyə so, to, also ilə cavab verə bilmərik. Qalır A və B variantı. Ayzədən əvvəl mütləq inkar gəlməlidir, gəlməyib, cavab qalır A variantı. Nəhayət sonuncu sual, baxırıq ki, nöqtədən sonra time sayılmayan tək gəlib. Biz match'ı, little'ı atırıq, daha doğrusu üzr istəyirəm, time sayılmayan tək gəldiyinə görə biz a few, many-ni atırıq. A lot-dan sonra isim gəlməz, cavab qalır A ilə Y arasında. Bəzən uşaqlar deyir ki, bəs time-ın iki mənası var, sayılan mənası da var.
Niyə biz burada sayılmayan tək götürdük? Bəlkə də sayılan tək mənasındadır. Əvvəla bu testdə sayılan tək verə bilməzlər. Niyə? Sayılan tək versələr onsuz da yenə də few many verə bilmərik. Çünki few many üçün sayılan olmağı kifayət deyil, sayılanın cəmi olmağı kifayətdir. Ona görə bu test tapşırıqlarına uyğun gəlmir sayılanın təkin vermək. Ona görə yəni bu testlərdə salına bilməz. Belə də ki, tərcüməni we don't have time left. Bizim vaxtımız qalmayıb, bizim dəfəmiz qalmayıb mənası çıxır. Vaxt mənasında olduğuna görə dediyimiz doğrudur. A və Y variantı qalır. A variantı little az deməkdir. Y variantı much çox deməkdir. We don't have bizim vaxtımız yoxdur. We need to hurry. Bizim tələsməyə ehtiyacımız var. Deməli bizim bu birinci cümlədir ki, bizim az vaxtımız yoxdur, yoxsa çox vaxtımız yoxdur. Təbii ki, çox vaxtımız yoxdur. İkinci cümlədir ki, we need to hurry. Bizim tələsməyə ehtiyacımız var. Ona görə cavab olacaq Y variantı. Bu qədər uşaqlar, təşəkkürlər, diqqətiniz üçün.